dəfə süd verən anaları nə qorxutmamalıdır? İlk növbədə ağrı qorxutmamalıdır. Bəzən uşaqları süd vəzi giləsinə doğru qoymayan zaman məmə uclarında ağrı müşahidə oluna bilər. Çalışmaq lazımdır ki, analar səbirli və təmkinli olsunlar. Gilə və areola nahiyəsini uşaqların ağzına doğru əməcək şəkildə yerləşdirmək lazımdır. Ağrını aradan qaldırmaq üçün də çalışmaq lazımdır ki, uşaqları tez-tez hələ tam acımağa başlamamışdan öncə əmizdirsinlər. İkinci, anaları məmə uclarında olan yara və çatlaqlar qorxutmamalıdır. Bəzən ola bilir ki, süd vəzi giləsindən uşaqların əmməsi zamanı yara və çatlaqlar əmələ gələ bilir. Bu zaman yenə də analar səbirli və təmkinli olmalı. Çatlaq və yara olan süd vəzinin uclarını ehtiyatla əmizdirməyə başlamalı. Əmizdirmədən öncə və sonra bir miqdar süddən süd vəzi giləsinə sürtmələri məsləhətdir. Və ikinci halda isə çalışmalıdırlar ki, məmə uclarını quru saxlasınlar. Son olaraq onu bildirmək istəyərdim ki, süd verən analarda bəzən süd kanalının tutulması nəticəsində süd toplanması müşahidə oluna bilər. Analar da bunu bəzən yumru düyün şəklində hiss edə bilirlər. Bunun qarşısını almaq üçün çalışmaq lazımdır ki, süd vəzlərini əmizdirmədən öncə yaxşı şəkildə masaj olunsun. Bu süd kanalının açılmasına gətirib çıxarar. Çünki bəzi hallarda süd kanalı tıxanıqlığı uzun müddət davam edərsə, bu süd vəzində mastitin, yəni süd vəzi iltihabının yaranmasına gətirib çıxara bilər.